Bakının Nizami rayonu Bəhruz Nuriyev küçəsində taksi sürücüsünün xanım müştəriyə hücum etdiyi bildirilir. Bölgə TV xəbər verir ki, bu barədə jurnalist Nigar Orucova sosial şəbəkədə məlumat yayıb. O bildirib ki, eşitmə məhdudiyyətli sürücü ilə yolu izah etmək məsələsində mübahisə yaşayıb. Bugün Uber şirkətindən taksi çağırmışdım. Proqramda sürücünün eşitmə məhdudiyyətli olduğu qeyd olunmuşdu. Bir dəfə də belə məhdudiyyətli sürücü ilə gələndə heç bir problem yaşamadığım üçün bu dəfə də imtina etmədim. Avtomobilə əyləşib yolu izah etmək üçün telefonda yazıb sürücüyə göstərdim. İşarə etdi ki, oxuya bilmir. Məcbur qalıb maşından düşdüm. Amma hələ həyətimizdən çıxmadığımız üçün ödəniş etmədim. Adam dalımıza düşüb mənə hücum etmək istədi. Yaxşı ki, həyətdə qonşular var. Qaçdım yanlarına. Bunu görən sürücü telefonunu çıxarıb şəklimi çəkdi. Sonra maşınına əyləşib sürdü. Mən də şikayət edə bilmədiyim üçün telefonla arxadan avtomobilin şəklini çəkdim. Bunu görən sürücü yüksək sürətlə maşını arxa-arxaya üstümə sürdü. Zamanında yoldan çıxa bildim. Bu cür sürücülər potensial təhlükədirlər. İstənilən an vətəndaşa xəsarət yetirə bilərlər. Yaxşı ki, mənə kömək edən qonşular oldu. Bəs başqa sərnişin olsaydı və kömək olmasaydı, onda necə? Avtomobilin və sürücünün mənə əl hərəkətləri ilə söyməyinin şəkilləri var. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Lumu İsrafilli sorğumuza cavab olaraq bildirib ki, hadisə ilə bağlı araşdırma aparılır. Vətəndaşın sosial şəbəkə hesabında paylaşdığı məsələ ilə bağlı məlumatlıyıq. Hazırda ərazi üzrə polis orqanında araşdırma aparılır. Dilbər Vüqar qızı, Bölgə TV.